Salam, hər vaxtınız xeyir, əziz hərbiçi dostlar. Ağsaqqallarımız başda olmaqla bir daha hər birinizi salamlayıram. Və bugün insan xoşbəxtliyi haqqında danışmaq istərdim. İnsan xoşbəxtliyi həm fəlsəfənin, həm də elmin əsrlərdir cavab axtardığı ən dərin mövzulardan biridir. Xoşbəxtlik sadəcə yaxşı hiss etmək deyil, daha geniş anlayışdır. Mənim aləmdə xoşbəxtlik yaşadığımız həyatın bir mənası olduğunu dərk etməkdir, hiss etməkdir. Harvard Universitetinin 80 ildən artıq davam edən məşhur araşdırması göstərir ki, xoşbəxtliyin ən böyük sirri keyfiyyətli münasibətlərdir. 90-cı illərin hərbiçilərinin illər sonra WhatsApp qrupunda bir araya gəlməsi sadəcə bir ünsiyyət vasitəsi deyil, eyni zamanda böyük bir mənəvi hadisədir deyərdim. Bu qrupun yaratdığı xoşbəxtliyin arxasında çox dərin psixoloji və sosioloji səbəblər dayanır. Hərbi xidmət, xüsusilə də 90-cı illər kimi çətin və ağır dövrdə keçibsə, insanlar arasında ölüm-dirim qardaşlığı yaranıb. O vaxt bir tikə çörəyi bölüşən, eyni soyuqda üşüyən və çətinliklərə sinə gələn insanlar üçün bu qrup itirilmiş ailə üzvlərini tapmaq kimidir. Ailəmizə və ya gənc nəslə danışa bilmədiyimiz xatirələri bu qrupda kəlmə ilə ifadə etmək, mən tək deyiləm, məni başa düşənlər var hissini verir. Bu qrupda bəzən paylaşılan bir şəkil və ya bir əhvalat insana həyatının ən çətin, lakin ən şərəfli dövrünü xatırladır mənim əzizlərim. Ona görə şair yazıb ki, yolu şərəflidir, ucadır başı, qardaşdan əzizdir hər silahdaşı. Düşmən əl uzatsa əzilər başı, vətəni sevməkdir hərbiçi olmaq. Mənim hərbiçi dostlarım, mən bu qrupda özümü çox xoşbəxt hiss edirəm. Çünki bu qrupda mənə elm öyrədən, insanlığı öyrədən, vətənpərvərliyi öyrədən əziz müəllimim, gözəl ağsaqqalımız, gözəl ziyalı, İnanəddin müəllimlər və sizi kimi dəyərli vətən oğulları ilə həmfikir oluruq və bir-birimizi şad günlərində və eləcə də ağır günlərimizdə bir yerə yığışa bilirik, bir-birimizin yanında ola bilirik. Bütün bunlara görə isə qrupumuzun rəhbəri Dağbəy müəllimə sonsuz təşəkkürümü bildirirəm və hər birinizə ayrı-ayrılıqda xoşbəxtlik arzulayıram, əziz qardaşlarım. Hörmətlə sizin Telman Qubadlı 17 yanvar 2026-cı il.